Hocam, diqqətli olun ki, nəzərinizdən heç nə yayılmasın. Efirdə Kamerton dərs tamaşaçılarımız və mütləq bütün işlərinizi kənara qoyub ekran qarşısına yaxın əyləşib proqramımızı diqqətli izləyin. Və bugünkü verilişimiz, bugünkü dərsimiz nədən olacaq? Səbirsizliklə gözləyirsiniz. Hal-hazırda sizə söyləyəcəm. Artıq bilirsiniz ki, Kamerton proqramı hər zaman bizim gözəl sənətkarlarımızı yad edir. İstər dünyasını dəyişən sənətkarlarımızın da biz hər zaman yubileyini və yaxud da ki, yaradıcılığını qeyd edirik. Böyük bir məmnuniyyətlə onların yaradıcılığını sizi yaxından tanış edirik və bugün biz kimdən danışacaq, kimi yad edəcəyik? Bugün biz Respublikamızın, Azərbaycan Respublikasının xalq artisti, görkəmli, gözəl müğənni, xanəndə Rübabə xanım Muradovanı yad edəcəyik. Çünki bugün onun doğum günüdür və böyük bir məmnuniyyətlə studiyamızın qonaqlarını sizə təqdim edirəm. Studiyamızın qonaqları Azərbaycan Respublikasının xalq artisti, professor, bizim sevimli xanəndəmiz Arif müəllim Babayev. Axşamınız xeyir olsun, Arif müəllim, xoş gəlmişsiniz. Və xanəndə nəzərinizə çatdırım ki, Rübabə xanımın bacısı Tarix xanım Muradova. Axşamınız xeyir olsun, Tarix xanım, sizi salamlayırıq. Baba Salah adına Araz Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri bizim sevimli tarzənimiz Ağasəli müəllim Abdullayev. Axşamınız xeyir olsun, Ağasəli müəllim. Çox sağ olun. Və əlbəttə ki, kamançamızın mahir ifaçısı Mirnazim müəllim Əsədullayev. Mirnazim müəllim, axşamınız xeyir olsun, xoş gördük sizi, salamlayıram sizi. Bugün biz Rübabə xanımı yad edəcəyik. Arif müəllim, yəni biz hamımız onun lent yazılarını mən çox görmüşəm, sevə-sevə dinlənmişəm. Çox gözəl xalq mahnılarımızın, təsniflərimizin, muğamlarımızın ifaçısı kimi tanıyırıq. Amma bugün biz, mən çox istəyərdim onu bir özünü, yəni öz şəxsiyyəti ilə yaxından tanış olaq və biz bilirik ki, Arif müəllim, siz uzun müddət onunla tərəf müqabili olmuşsunuz, onunla birlikdə çalışmışsınız. Buyurun, Arif müəllim. Bugün Rübabə xanımın, daha doğrusu çox sağ olun ki, əvvəla birinci sizə təşəkkürümüzü bildiririk ki, Rübabə xanımın anadan olan günü qeyd edirsiniz. Doğrudan da Rübabə xanım layiqli və görkəmli bir sənətkar idi. Uzun illər mən onunla tərəf müqabili kimi səhnədə çalışmışam, qastrol səfərlərində olmuşam. Rübabə xanım xalqın istəklisi idi. Rübabə xanım heç vaxt xalqın qəlbindən silinməyən bir sənətkar idi. Rübabə xanımın, yəni xanəndənin xoşbaxtlığı orasındadır ki, o xalq tərəfindən sevilir, istənilir. Və xalq onu hələ indi də, yəni ömür boyu, həmişə, yəni onun nə qədər səsi var, onun səsi eşidilir, o yaşayacaqdır. Rübabə xanımla biz qastrol səfərlərində çox olmuşuq. Onun, mən nətər deyim, Allah Teala hər tərəfdən ona böyük istedad vermişdi. Onun opera teatrı boyuna, buxuna biçilmişdi. Olduqca böyük sənətkar idi. Olduqca o səhnəni bacaran, bilən, duyan sənətkar. Siz çox muğam operaları bir yerdə oynamısınız, değil mi? Çox, lap çox. Hansıları, Arif müəllim? Məsələn, mən də Leyli Məcnunda, Leyli Məcnun tamaşasında, yəni rəhmət üzeyir. Məcnun və Leyli. Məcnun və Leyli. Tərəf müqabili kimi, Məcnun tərəf müqabili kimi çalışmışam. Əsli Kərəmdək demək, əsli obrazını oynayırdı. Və Şah İsmail'da Ərəb Zəngi rolunu oynayırdı. Gəlin Qayasında Sənəmi oynayırdı. Bir çox rollarda, yəni sadalamaqla qurtarmaq olmaq. Bu obrazları özünə məxsus yaradırdı. Doğrudan da biz deyirik ki, belə dildə deyirik, yaradırdı. O obrazların hamısını yaradıb qoyub gedib. Amma təəssüf edirəm ki, onun bütöv bir tamaşası qalmadı. Ola bilər, haradasa hissələr qala bəzi adamlarda, evlərdə, amma bütöv tamaşası qalmadı. Çox böyük töhfə olardı xalqımıza Rübabə xanım tərəfindən. Və hər dəfədə, hər tamaşada
mən görürdüm o tamaşaçıları, o tamaşaçıların yarısı ağlayıb gedirdi. O qədər həyəcanla, hissiyatla oxuyurdu. O oxuyurdu, eyni zamanda özü də birdən ağlayırdı. Mən sual verdim, deyirdim, Rübabə xanım, bu necə olur ki, sən ağlayırsan, oxuya bilirsən? Deyirdi, vəliş eləmişəm, o mənim canımdan, qanımdan irəli gəlir. Və deyim ki, o vaxt indi kimi açıq yollar açıq deyildi, gedib gəlmə azad deyildi. Vətən həsrəti ilə yazıq ömrünü başa vurdu. Biz qastrol səfərlərinə gedəndə, Naxçıvana gedəndə, demək, o sərhədlər bu, o tikanlı məftilləri görürdü və ağlayırdı, çox ağlayırdı. Və deyirdi ki, məni buradan buraxsalar, ayaq yalın Ərdəbilə gedərəm. Mənim heç yadımdan çıxmadı. Təəssüflər olsun ki, getdi, ömrünü tamamladı və o arzusuna çata bilmədi. Rübabə xanım haqqında çox danışmaq olar. Çox və bugün biz əziz tamaşaçılarımız Rübabə xanımın xatirəsi ilə bağlı bir çox əhvalatlar, məlumatlar alacağıq burada olan qonaqlarımızdan və əlaqə telefonumuz 97 72 74. Sizin də suallarınız yəqin var, yəni suallarınızı verə bilərsiniz və mən çox istəyərdim ki, elə proqramımızı Rübabə xanım ifası ilə başlayaq. Olarmı? Onun ifasını tamaşaçılarımıza təqdim edək, özümüz də dinləyək, sonra söhbətimizi davam etdirəcəyik. Ömrüm payısında sevdim sevildim. Ömrüm payısında sevdim sevildim. Elə bilirəm ki ilk baharam mən. Elə bilirəm ki ilk baharam mən. Alxanca sürümlə kölgənəm yar sənin. Harda qərar dursan orada varam mən. Varam, varam mən. Harda qərar dursan orada varam mən. Varam, varam mən. Sevgiyə hədd qoymaq bizi günahdır. Sevgiyə hədd qoymaq bizi günahdır. Cahilin hər işi sözü günahdır. Cahilin hər işi sözü günahdır. Eşqi günah saymaq yar özü günahdır. Kim deyir eşqimdən günahkaram mən. Kim deyir eşqimdə günahkaram mən. Özüm bir aləm sən, eşqim bir aləm. Özüm bir aləm sən, eşqim bir aləm. Sən olan könüldə nə kədər nə qəm. Sən olan könüldə nə kədər nə qəm. Sənsiz bu dünyamdan ən bədbəxtiyəm mən. Səninlə hər zaman bəxtiyarəm 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 mən. Allah rəhmət
rəhmət eləsin. Dinlədik, böyük bir zövq aldıq onun ifasına. Səhnə hərəkətləri, doğrudan da çox sərbəst səhnə davranışı var. Rübabə xanım, çox gözəl ifası var. Və söhbətimizi davam etdiririk. Ağzəməm, yəni siz hal-hazırda rəhbərlik etdiyiniz ansambl Rübabə xanım uzun müddət çalışıb. Siz onunla birlikdə də çalışmışsınız. Siz də bölüşün bizlə xatir. Necə, ümumiyyətlə, ansamblın gəlişi necə olub? Nə vaxt gəlib? Kiminsə təşəbbüsü ilə gəlib, yoxsa necə? Buyurun. Günarı xanım, təşəkkür edirəm ki, belə bir böyük sənətkar haqqında, belə bir gözəl müğənni haqqında, belə bir gözəl xanəndə haqqında belə bir veriliş düzəlmişsiniz. Çox sağ olun. İndi bu lenti də verdiniz orada. Bu lenti təxminən bir 25 il bundan qabağa təsadüf eləyir. Yəni, burada bir çox sənətkarlarımız həyatını dəyişiblər, yəni. Onları yad elədik, Rübabə xanımla bir yerdə. Rübabə xanım bu ansambla gələndə, onda Baba Salahov ansambla rəhbərlik eləyirdi, mərhum sənətkarımız. Demin, mən ansambla gələndə artıq Rübabə xanım ansambldan bir çox, demək, konsertlər vermişdi. Təxminən bir 10 ildən yuxarı bu ansamblla işləyirdi. Ümumiyyətlə, mən çox gənc idim də onda. Ancaq o Rübabə xanımın böyüklüyünü, sadəliyini, məsələn, mən onda gördüm ki, gənclərə nətər, cavanlara nətər qayğı göstərirdi. Həqiqətən də sənət qədri bilirdi. Yəni, cavan sənətkarlara, məsələn, o vaxtlar hər bir adamın, məsələn, o böyük sənətkarlar üçün, Rübabə xanım kimi sənətkar üçün solo çalmağa, yəni hər adamın cəsarəti çatmazdı. Mən də çəkinirdim ki, Rübabə xanım üçün nəsə müşahidə edeyim. Ancaq Rübabə xanım özü görürdün ki, baba müəllimə təkid edirdi ki, Ağasayılım məni müşahidə eləsin. Belə, demək olar ki, 69-cu ildən təxminən dünyasını dəyişənə qədər, 83-cü ilə qədər, demək, Rübabə xanımla biz sənət yoldaşlığı eləmişik. Çox qastrollarda olmuşuq. Ondan əlavə səs yazma evində. Demək olar ki, radionun bütün o radioda olan səs yazmaları, oxumaları bizim ansamblla olub. Yəni, mən də o səs yazmalarında iştirak eləmişəm. Ondan başqa, demək, bizim Qızıl Fondumuzda qalan bir çox çəkilişlər var, yəni o video kasetlər var. Onları da Baba Salahov ki, dünyasını dəyişəndən sonra, yəni mənə qismət olub, Rübabə xanımla işləmişəm. Rübabə xanım demək olar ki, həddindən artıq böyük bir sənətkar idi. Çox, özdə onda bir kişi xasiyyəti vardı. Demək olar ki, kişi kimi bir xanım idi. Yəni, o heç bir elə bir söz götürsün, kiməsə bir əyilsin, onda elə şeylər yox idi. O elə-belə, Arif müəllim çox bəyəkləri gözəl xarakterizə elədi. Həqiqətən əyilməz xanım idi. Ona görə ki, Ağzəməm bütöv sənətkar idi. Bəli, heç kəsdən heç nə xahiş eləməzdi. Hələ sənətini oxuyardı, görərdin, gedərdi. Bir adama desin ki, mənim üçün bu iş eləməzdi. Mən onunla demək olar ki, evlərində çox olmuşam. Yəni, Humayun yazanda, sonra Mirzə Hüseyn Segahı radionun fondunda mən çalmışam onun üçün. Çox məşqlər eləmişik. O, ümumiyyətlə, bəstəkar mahnılarını da gözəl oxuyurdu. Mənim yadıma gəlir, o ən çox sevdiyi bəstəkar, onun bir məhrum bəstəkarımız vardı. Həm Tarçalan idi, Tarzən idi, Bəxtiyar Kərimov. Onun mahnılarını çox gözəl oxuyurdu. İndi hal-hazırda bu səslənən mahnı Bəxtiyar Kərimovun mahnısıdır. Öz üzərində çox belə dəqiq, diqqətlə işləyən idi. Çalışırdı ki, günlərlə o bir mahnını ərsəyə götürmək üçün, oxumaq üçün. Demək olar ki, günlərlə o işləyirdi, aylarla işləyəndən sonra o mahnını yazdırır. Görürsünüz, elə olmalı da. Allah ona rəhmət eləsin, çox gözəl sənətkardır. Yəni də deyirəm, həm gülər üz, həm alicənab, həm kişi xasiyyətində. Yəni elə bu saat müğənnilərimiz çox azdır. Və təşəkkür edir Ağzəməm. Söhbətimiz davam etdirəcək əlbəttə ki, hal-hazırda reklam fasiləsi gəlir tamaşaçılarımız, bizdən ayrılmazsınız. Beta Black Tea, egzotik dad, Şərq çayının məftun edici ətri, hər zaman Beta Selected Quality zamanı. Xəyal harda, ləzzət orada. जोरों को हम लूटते हैं उन चोरों को हम साथी हैं
Peçorkin filmi. Şənbə günü martın 27-si saat 13-də və 15:15-də. Və söhbətimizi davam etdirək. Yasemin, buyurun. Yəqin ki, Gülnara xanım, Rübabə xanım haqqında danışmağı çox söz var, çox danışmaq olar. Yəni, bəlkə bir kitab yazmaq olar onun haqqında. Mənimlə bir vaxtda demək olar ki, ansamblda, həmən o Baba Salahov adlı ansamblda işləyən dostumuz Həcmir Nazim Əsədullayev də demək olar ki, Rübabə xanımla çox yaxınlıqları olub. Yəni, Rübabə xanım Hacının da xətrini demək olar ki, bir oğlu kimi istəyirdi. Yəni, bütün hər bir qastrollarda, hər bir yerdə hələ görərdin ki, Nazimsiz, hələ gözü gezərdi, Nazimi axtarardı. Həmir Naziməm, buyurun siz də danışın. İki gəlmədə Nazim öz Buyurun. sözlərini. Çox sağ olacaq. Bəli, bu günləri bizə qismət olub Rübabə xanım haqqında danışmaq. O, əvəz edilməz sənətkardır. Buna Arif müəllim bayaq qeyd elədi. Çox böyük sənətkardır. Və mən ansambla 69-cu ildən gələndə, Baba Salahın ansamblına, mənim ilk ansambla konsertim Rübabə xanımla olub. Mayın 1-i. 70-ci il mayın 1-ində. Rübabə xanımla çox yaxınlığımız olub. Mən onun bəzi xatirələrini qeyd etmək istərdim. Biz məşq edərdik, onda Demokratların klubu vardı. Kubanov'da yerləşir. İndi də orada var. İndi sahibkarların klubudur. O orada demokratlar üçün həmişə konsert verərdi. İldə heç olmasa 2 dəfə, 3 dəfə konsert verərdi. İnanın Allaha onu gözlə gərək təsəvvür edirik ki, Rübabə səhnəyə çıxanda o bayaq Arif müəllim qeyd edirdi, vətən həsrəti. O zal olmazdı ki, onlar yaylıqsız gəlsinlər. Hamısını ağladardı o səhnədə. Onun bir rəfdəm oxuyardı həmişə. Çox gözəldir oxuyardı. Nə bilim, təəssüratlarımız çoxdur. Mənim yadıma gəlir onun son vaxtları, hətta ölümünə bəlkə bir 10 gün qalmış. Biz 3 nəfər dost getdik onun evinə. Əfsus ki, o dostlardan birini də itirmişik, Ədalət Vəzirov. Ədalət Vəzirovdur, Ağasəlimdir, məndir. Getdik, Rübabə xanım yataqdaydı. Hal-ahva elə deyildi, bağışlayın, biraz gec gəlmişik. Qeydlidir ki, Ağasəlim narahat olmaya, Allah qoysa ayağa duracağım. Düzdür, mənim lent yazlarım azdır. Hamısını gəlib oxuyacağım, ürəyimi boşaltacağım. O, əldən gedirdi oxumaq üçün. Çox təəssüflər olsun ki, ona qismət olmadı. Amma bir vaxt biz ona, şəxsən mən özüm deyirəm, mən onu çox böyük bir insan gördüm qabağımda. Çox yaşlı gördüm. Amma baxıb görəm ki, 51 yaşında vəfat edib. 51 yaş çox, indi mən yaşlıdır bu. Çox cavan gedib. Mən bu günləri özümə təsəlli tapıram və fəxr edirəm ki, Rübabə xanımla mənim radioda, televizorda, məsələn, o Humayun təkrar olunmaz Humayundur. Orada, məsələn, Ağasəlimlə mən onu müşahidə eləmişik. Mən o təskinlikləri tapıram və bu günləri fəxr edirəm ki, öz xalqımızla fəxr edirik ki, Rübabə xanımı unutmamışsınız. Bütün televiziya şirkətləri, mən bugün səhər radioda qulaq asmışam, onun haqqında verişlər gedib. Çox sağ olun ki, Necə unutmaq olar belə bizim belə sənətkarı? sənətkarlarımızı yad edirsiniz. Allah sizə də can sağlığı versin. Allah Rübabə xanıma da rəhmət eləsin. Allah rəhmət eləsin. Minnətdarıq Mir Nazim müəllim və Tahirə xanım. Sizə üzümü tuturam. Yəni siz onu hamımızdan bəlkə də yaxşı tanıyırsınız. Yox, məndən yaxşı Ağasəlim müəllim, Arif müəllim tanıyır. Çünki onlarla çox kontakt olub. Düz demirəm Arif müəllim. Bəlkə də onun dərin sirlərini də mən bilmirəm. Bunlar yaxşı bilər. Və mən çox istərdim ki, siz ilk olaraq ifa eləyəsiniz, sonra söhbət edək, olarmı? Siz də oxuyun. Yəni Rübabə xanım təsir olub sizin xanəndə olmağınızda, yaradıcılığınızda? Düzünü yox. Ancaq mən bir dəfə oxudum. Nəsə mənə dedi ki, yaxşı oxuyursan. Mən buna sevindim. Rast Rübabə deyibsə, yaxşı oxuyursan, mən niyə də oxumamalıyam? Sizdən başqa ailədə oxuyan O bir məktəb idi. Bəli. O yox ola bilməz. Sən hansı ki, onun
məktəbinin hər gün üzləşirdin ondan. O bir məktəb idi. Yəni onu görməyənlər də ondan bir məktəb kimi öyrənirdi. Elə sənətkar idi ki, onun təsiri sizə keçməmiş olmaz. İndi oxuyacaqsınız. Səsdə necə oxşarlıq var Arif mənim Tarix? Arif mənim biraz keçib də. Bəs necə? Maraqlıdır ki, Gülnara xanım, bunlar neçə bacıdırlar? Yəni mən bunların ailələrinin belə dəndə hamısının səsi var. Hətta Rübaba xanımın qızlarının da səsi var. Yəni elə olmasa belə var. Bəli. Özdə hamısının da səsi bir-birinə oxşayır. Belə səslərdə oxşarlıq var. Gəlin dinləyək Tarix xanımı. Dinləyək. Tarix xanım, Rübaba xanımın ən çox sevdiyi bir mahnı vardı. Səid Rüstəmovun İntizar mahnısı var. Rübaba xanım... Buyurun. İndi görək, indi oxşadırsınız yoxsa Tarix xanım bir onu oxumaq istəyir. Dinləyib baxaq az tamaşaçılarımız. Gülmək tutur məni. Gecələrimin xəyalay dalıram sənsiz. Gecələrimin xəyalay dalıram sənsiz. Ətrili yastığından alıram sənsiz. Alıram sensiz. Ya beni öldür, ya budur dedim. Ya beni öldür, ya mənə çətindir, mənə müşküldür. Canına qəst eləyən gözünə qurban. Canına qəst eləyən gözünə qurban. Məni sərməst eləyən sözünə qurban. Sözüne kurban. Söhbətim sazım, baharım yazım. Söhbətim sazım, baharım yazım. Ürəyində qalmasın istəyim, arzum. İstəyim, arzum. Ürəyimdə qalmasın istəyim, arzum. İstəyim, arzum. Minnətdarıq. Çox sağ olun Tarix xanım, minnətdarıq. Yəni siz ifaya başlayan ki, mən baxdım ki, hər üçünün də gözləri doldu. Yəni çox səsdə çox oxşarlıq var. Kövrəldiz Arif müəllim. 59-cu ildə mən onda demək Ağdam teatrında işləyirdim. Elə belə hələ təzə gəlirdim. Qruplarda da iştirak edirdim. Amma mənim üçün bir əsl kəlam hazırlamışdılar o kollektivə.
Mən orada Kərəm rolunu. Nəsə görmüşdülər, bəyənmişdilər, qısa vaxtımıza görə məni qısa Buyurun, vaxtımız dəvət elədilər məni bu kollektivin, operanın kollektivi ilə Əsli Kərəm oynamağa. Onda əsli rolunda Rübabə xanımıdır. Mən gəldim teatra, demək, indi məşqlər gedir, Rübabə xanımı da əməlli şəxsən görməmişəm. Dedilər, Rübabə xanım gəlir. Gördüm, vallahi Rübabə xanım. İlk tanışdığınız, hə? Ceyran balası kimi o yanına gəlir. Allah Teala ona boy, buxun, yaraşı, qamət, səs, xanəndiyə lazım olan bütün müsbət cəhətlər hamısı onun canında cəmləşmişdi. Belə loru dildə desək. Demək dedi ki, Qarabağlı balası. Nətərdir? Mənə cavab verəsən? Dedim, nə bilim, vallahi. Görək də Rübabə xanım, nə deyim, çətin olar belə. Dedi, gəl bəri. Bəs keyfinin köy vaxtı idi. O vaxtı bir tarçalan var idi, xalalı deyirlər, adı yadım açım. O bir müzesiyin Seygahı dedi, Rübabə xanım, təzə Kərəmimiz bir eşitsin, bir müzesiyin Seygahı, hamımızın rəyimisi. Məşq gedirdi, böyük bir kollektivdir. Allah'ın da olsun bir müzesiyin Seygahıdır. O müzesiyin Seygahı hələ mənim qulağımda cingildiyir. Dedi ki, dili biraz işir da, mənim məzunum, mənim Kərəmim, necədir, nətər? Dedim ki, əla, heç söz tapmıram. Əla. Bu minvallarında sonra 66-cı ildə biz görüşdük onunla. Bütün baş rollarda bir yerdə çalışdıq. Yəni, qastrol səfərlərində hara gedirdik ki, onu alqışlarla qarşılayırdılar. Cəmaat gözləyirdi ki, Rübabə xanım burada oxuyacaq. Xalqın istəyi burasındadır. Gözləyirdilər ki, Rübabə xanım indi gələcək. 20 adam, 10 adam oxusun, 5 adam oxusun, 3 adam oxusun. Amma onu gözləyirdilər ki, Rübabə xanımın ifasını gözləyirdilər. Özlər nə oxuyurdu? Nə oxuyurdu? Mən deyim ki, mən indi də cavanlarımızın hamısına sağ ol deyirəm, cavanlarımız da çox gözəl gələcəyi var, yaxşı səsli xanəndələrimiz var. Amma bu sənətkarlar ki, mən Şövkət xanımla başlayıram, Şövkət xanım Ərəfvarova, sonra Qədimova, Tükəzban xanım İsmailova, Fatma xanım Mehraliyeva, Rübabə xanım Muradova, yəni yadımdan çıxanlar da gərək məni bağışlasınlar. Bu sənətkarlar tarixdirlər. Bunlar məktəb qoyub gediblər. Hər tərəfdə, həm xanımlıq, həm insanlarla davranışda, həm xanımda, ola hər xırda şey, mən çox görmüşəm onlarla, çox yoldaşlıq eləmişəm, hər xırda şey onlar danışmazdı, nəzər almazdılar. Çox samballı, təmkinli, gözəl, duzlu. Rübabə xanımda olan duz, mən deyim ki, çox adamda yox idi. O verilişimizin vaxtına çıxmır. O qədər onda duzlu, məzəli söhbətlər var idi. Məsələn, buradan minirdik vaqona, məsələn, Gəncəyə getməyə, ya Naxçıvana, ya Ağdama. Danışın onlardan birini bizə. Yox da, onu vallahi danışmışam, bir maraqlısı var. Birini deyim də. Deyin, amma təkrarlı da ya tamaşaçıların bizi bağışlasın. Vaqonla gedirik, demək, bu məftillərə baxır, vətənin yadına salır. Rübabə xanım ağlayır, birdən bizim bir tarçalanımız vardı. Nəsə, bu da bilmədən dedi ki, nə ağlıyırsan, hökumət sağ xalq arşısı verib, ev verib falan deyib. Bu sənətkar da əlbəttə qiymətləndiriblər, devlətimiz sağ olsun. Amma bu sənət adamıdır, bu sənətkardır. Bu boyda sənətkara qiymət verməmək olmaz da. Onu qiymətləndirmişdirlər. Belə baxdı buna. Dedi ki, yox, onu ağlamıram. Ona ağlayıram ki, o vətəni buraxıb gəlib sənə burada yoldaş olmuşam. Ümumiyyətlə, çox zarafatçı var. Biz də gülüşdük burada. Keçdi getdi, dedim Rübabə. Amma mən təəssini verdim ki, Rübabə xanım ağlama. Təəssüf ki, o vaxt gəlib çatmadı, o azad vaxtlar, gediş-gəliş vaxtı. Gülüşdük elədi və bununla da əhval-ruhiyyə dəyişdi. Və o həmən qastrol səfərində, Naxçıvanda biri-birindən gözəl obrazlar yaratdı. Allah bilir. Yəni, bu, mən nətər deyim, bu Rusça deyir, xarakter nətər deyir? Xasiyyət. Xasiyyət. Bu adam, yox, o yox. Yəni, bu muğamı ayrıca xanəndə kimi öhdəsindən gəlirdi. Opera aktrisa kimi, opera aktrisa kimi oxuyurdu. Yəni, o səhnədə oxumaq ayrı cürədir.
Bu hər tərəfli sənətkar idi. Qəzəliyyat. Onun adi bir hərfi belə eşidilirdi. Çox böyük sənətkardır. Onun qəbri nurla olsun. Biz həmişə onu yad edirik. Onu tanıyanlar daha çox onun qəlbində əzizdir. Və cavanlarımız da görür, onun mənə gəlir ki, bu indiki cavanlarımızın çoxu onun lent yazılarını axtarırlar, tapırlar. Bəli. Və ondan istifadə edirlər. Çox böyük işdir. İndiki cavanlarımız sağ olsun ki, onun sənətini yaşadırlar. Bunu öyrənmək, yəni xalqa çatdırmaq, onun özü də bir reklamdır, özü də bir Rübabə xanımın xatirəsini əziz tutmaq. Çox maraqlı bir vaxt idi, Hacı. Yadıma gəlir də, o həmişə gilə eləyirdi. Bütün sənətkarlarımız o dövrdə xarici ölkələrdə qastrolda olurdular da. Yəni, hamısı bütün dünyanı gezirdilər. Onun, məsəl üçün, sənət yoldaşları. Ancaq onu elə Azərbaycandan demək olar ki, Azərbaycan sərhəddindən kənara qoymamışdılar. Elə bir dəfə də olsun xarici ölkələrə qastrol səfərinə qoymamışdılar. Olmamışdı. Dövrün özü qəribə bir dövr idi. Nə var o Cənubi Azərbaycandan olduğuna görə. Ona görə də çox vaxt həmişə görürdün ki, o niskillik olurdu. Yəni, çox içərdə mənlə əziyyət çəkirdi, ancaq üzə vurmurdu. Yəni, bu vaxtlar olsa yaxşı qiymət verərdi. Daha onu göndərərdilər hər yerə. Dövrün özü başqa cürə devirdi. İndi, maşallah, sənət adamlarımıza, xalq ifaçılarına doğrudan da... O bayaq yazıya da baxdıq, yəni Rübabə xanımı izləyəndə, siz dediniz ki, orada belə fırlandı dairə. O vaxtlar deyirlər, qoymurdular tamaşaçılarını səhnədə hərəkət eləməyə. Elə ora gəlmək istirdim mən. Hə, buyurun, buyurun. Deməli, indiki xanəndələrimiz və müğənnələrimiz qoy eşitsinlər, bilsinlər. Çünki əvvəl o vaxt bir televiziya vardı. Xanəndə çoxdur. Hamısının növbə çatmırdı. Bəlkə ola bilər ki, ildə bir dəfə oxuyurdular. Amma xalq bunları görürdü, istəyirdi. Gözləyirdi. Və bir xatirələr danışın. Əvvəl məhbusların yanına qoymurdular, qadınlar gedmirdilər. Rübabə xanım deyirdi ki, mən gedəcəyim. Gedirdi, hətta bir xatirəni danışım sizin üçün. Gəldik səhnəyə, 6-cı kolonda idik. Bəli, 6-cı kolonda gəldik səhnəyə. Rübabə xanım da qaşan giyinib. Orada indi məhbuslar üçün konsert verir. Diktaban giyib, qaşan diktaban. Diktaban ilişdi polun arasına. Ayaqqabı çıxdı ayağından. Amma o, gör nə qədər sadə idi ki, o birisi ayaqqabısını da çıxardı, ayaqyalın oxudu orada. Ayaqyalın oxudu, ürəyini boşaltdı onlar üçün. Yəni, Rübabə xanım konsertdən qorxmurdu, ürəklə oxuyurdu. Allah ona rəhmət etsin, xatirələr bir-bir düşürdü yada. Xatirələr çoxdur. Hacı, bəlkə bir... Hə, Arif mən, biz sizi dinləmək. Bəlkə bir səni də dinləyək. Valla mən gəlmişdim bugün Rübabə xanımın xatirəsini yad eləyə, onun haqqında 5-10 kəlmə danışım. Amma sizi kimi sənətkar gəlib və sizi dinləməməkdə günah olar. Nə ifadəcəksiniz? Yaparsınız, Mahmin. Sen bana eylersen
her bakandan sürmen eylesən, sen bedel eylesən, sürmen eylesən, sen bedel eylesən. Gözlerim yoluna hasretle bakır, hasretin kalbimi yandırıp yakır. Bilsen rahim sensiz ne kadar kır, ay şirin diline kurban oldum. İndi sen benden kim haber alır? Köksümü koparır yerinden salın. Senden telli tarın yadigar kalır, tarlın teline kurban oldum bana. Bir parlak oldu sen bizim ellere, bir parlak oldu sen bizim ellere, şöhretin yaylı bütün dillere. Düştün taşkınlara, düştün sellere, İlham senle kurban oldum. Dilmem ilk aşkım güneşti sönmez. Ay, ey, ey, bana ömrümün baharı geriye dönmez. Günde 100 yol yalvarırım, özünde dinmez. Özüne şekille kurban oldum bana. Minnətdarıq, kövrətdiniz bizi, elə qəzəlin özü də çox gözəl idi, çox sağ olun. Teşekkür edirəm. Və şəkilləri, Tarix xanım, gənc şəkilləri tamaşaçılarımıza göstərək, vaxtımız az qalıb. Çox gözəl şəkillərdir, yəni bir-bir. Burada hansı obrazdadır deyəsən? Burada Leyli obrazında. Leyli obrazındadır. Baxın, hansı kameraya göstərim? Arif Məşə. Rübabə xanım Leyli obrazında. Burada Arif müəllimlə, Firudun Mehdiyevlə elə Leyli. Burada nəzakətlə, Gülbaharla Sənəm rolunda. Aha, Gülbaharla Sənəm, nəzakət. Nə yaxşı ki, şəkillər var, hə? Bəli. Bu da Şəfiq Axundovanın Gəlin Qayasından. Aha, Gəlin Firudun Qayası deyil, obraz. Mehdiyev. Bayrağın ver şəkilim mənə. Bu Arif müəllimlə. Arif müəllimlə Rübabə xanım Leyli və Məcnun. Əziz tuturam onun xatirəsində. Sonra bir dənə bunları da Allah rəhmət eləsin Həqiqət xanımı. Düzdür, mən onu görməmişəm. Allah rəhmət eləsin, bəli. Bir də onu da yad eləyib bugünkü Bəli, gündə. böyük sənətkarıdır, valla yadımızda. Rübabəm müəlliməsi olub o. Həqiqət xanım Rızayevəli, deyil mi? Bəli, Rübabə xanımın müəlliməsi olub. bəli.
qalmalı şəkillər. Sonra bu da Çoxdurmu? demək deyirsən bu da Rübabə xanımdır. Səndən şəkili yoxdur. Kimdəndir belə? O qız xanımdır deyəsə qarman çalan. Aha. Qız xanım da onun yoldaşıdır. Mənə elə gəlir. Deyəsən də düz demir, pişirləşmişəm. O da qarman çalan Kübradır. Allah onlara rəhmət eləsin bugünkü gündə. Allah rəhmət eləsin. Bu da Firəngiz xanımla Rübabədir. Ərəb Zəngi rolunda. Ərəb Zəngi, bəli. Ən qorxduğu rol idi onun Ərəb Neçün? Zəngi rolu. Ağır rolu, çox. Doğrudan da qorxurdu o roldan. Səhnə üçün çox böyük. O cürə sənətkar Ərəb Zəngidən qorxurdu. İndi yerindən duran deyir ki, Ərəb Zəngi oynamaq istəyir. Mən sizə deyim ki, o iki İsmail'la orada vuruşurdu. Aha. Onu Çətindir. oradan o çapqınçı gəlib güləşəndə ona həqiqi vururdu. Yazıq Hüseyin Qubadov deyir ki, bir ayda bölümdə sən yara kimi. Nə tər vururdu, oradan düşürdü ayağı ilə yerə. O hamısı canlı eləyirdi onun hamısını. Bu da gənc vaxtlarıdır. Onu da bir də Göstərək. bəli. Çox Göstərin. maraqlıdır. Yəni çox tamaşaçılarımız maraqlanır. Yəni onun ailəsi haqqında, yəni bacıları haqqında, qardaşları Neçə bacı haqqında ümumiyyətlə olmusunuz çox burada? maraqlanırlar. Yəni siz maraqlıdır, çox. Məlumat versəydiniz Tabii, çox çox maraqlı. düzgün Mən də deyil, ondan da maraqlı. soruşuram. Bu vaxta qədər heç kəs düzgün məlumat bilmir. Aha, düzgün 5 bacı, məlumat 2 qardaşıq. Bir bacım rayonda qalır, bir mən qalmışam. Hamısı rayonda? Əl-Bayramlıda. Əl-Bayramlıda. Bəli, hamısı rəhmətə gedib. Allah sizin də ölənlərinizi rəhmət eləsin. Rübabə xanımın 2 qızı var. Qəmər xanım, gözəl oğlu Fazil, nəvəsi, Allah saxlasın. Həmişə onu yad edir. Yad edir, Allah canlarını sağ eləsin. Qızı Şahnaz, nəvələri, Allah saxlasın. Boylu buxunun nəvələri var. Bəs sizdə atanız, ananız... Ata saxın da olub. Mənim atam özü dindar olub, özü göz həkim olub, alim olub. Mən demək Ərdəbilə getdim. O vaxt Rübabə vəsiyyət eləmişdi. Demişdi, getdim orada evimizi tapdım. Düzdür, mən oranı görməmişdim, buradan da olmuşdum. Oradan onun üstünə torpaq getdim. Qapı tərəfdə evimiz var. Getdim oranı tapdım. Başqa bir yad adamlar yaşayır oradan. Gətirdim, bilmişoğuzca torpaq yığdım. Sidqi müəllim, Sidqi Mustafayevlə getmişdik. O da buna şahiddir. Getdim oradan torpaq gətirdim, tökdüm onun qəbrin üstünə. İnanız o qədər rahat oldum mən. Həmin günü mən elə bilirdim ki, dünyanın bəxtəvər bir qadınıyam ki, o dediyi bir vəsiyyəti mən yerinə yetirdim. Ola bilər, mən də ölə bilərdim. Gətirə bilməzdim o torpağı, düzdürmü? Allah Taala mənə möhlət verdi. O işi yerinə yetirdim. Allah rəhmət eləsin və gəlib proqramımızın sonuna çatdıq daha doğrusu. Mən minnətdaram Arif mənim, Tahirə xanım, Ağa Səlim mənim, Bir Nazim mənim, hər birinizə çox sağ ol deyirəm. Yəni, yad etdik, bilmirəm necə alındı bizdə. Amma mən əminəm ki, bundan sonra neçə il belə keçsə də bu sənətkarı hər zaman yad edəcəklər. 50 il sonra, 100 il sonra. Yəni, belə sənətkarlar daima bizim rəyimizdə yaşayır. Bunlar bütün şirkətlər bunu bugünü qeyd edir. Bəli. Belə sənətkardır. Bu proqramımızda öz təşəkkürümüzü bildiririk. Çox sağ ol, minnətdarım. Bugünkü gündə onlar çox bir savab iş gördülər ki, Rübabə xanımı yad elədilər. Ağa Səlim mənim sizə də minnətdarlıq bildirirəm. Nazim mənim sizə də, Arif mənim sizə də. Allah can sağlığı versin sizə də. Çox sağ ol, minnətdarıq. Sənətkar yaddan çıxarmaq olmaz. Əlbəttə ki, hər zaman daimi bizim ürəyimizdə yaşayacaq. Sağ olun, növbəti verilişimizdə, növbəti dərsimizdə görüşənədək musiqi zövqünüzü kamertonla köklüyün. Hələlik. Çox sağ ol.